Bugün sizinlə çayın yanına çox dadlı, ləzzətli olan fındıq halvasının reseptini bölüşürəm. Keçək hazırlanma qaydasına. Deməli 500 qram qatlaşdırılmış südü tavaya əlavə eləyirəm və üzərinə 100 qram da kərə yağı tökürəm. 1 stəkandan 2 barmaq aşağıda şəkər tozunu bura əlavə eləyirəm. Yarım stəkan şəkər tozunu da ayrıca bir kiçik tavaya tökürəm və az xodda, yəni qazın az xodunda qoyaraq şəkər tozunu əriyib karamel rəngi alana qədər əridirəm. Bu tavada da artıq kərə yağı ilə şəkər tozu əriməyə başlayır. Bunları yaxşı-yaxşı əlimi saxlamadan qarışdırıram və artıq şəkər tozu əriyib karamel halına gələndə bura əlavə eləyirəm və dayanmadan yenə də qarışdırıram. Qarışdıra-qarışdıra görəcəksiniz ki, artıq yapışqanlığı artır və rəngi də get-gedə tündləşir. Belə olanda artıq doğradığım fındıqları bura əlavə eləyirəm. Mən 150 qram fındıq götürmüşdüm, amma siz zövqə görə evdə qoz varsa qoz əlavə eləyə bilərsiniz və yaxud da badam və yaxud da fındıq mənim kimi. Əslində fındıqla elə hazırlanır bu halva. Və gördüyünüz kimi artıq tam yapışqan hala gələndə ocaqdan götürürük və sürətli bir şəkildə yağlı kağız sərdiyim bir boşqaba əlavə eləyirəm. Spatula ilə də sürətli şəkildə yayıram və artıq soğuyandan sonra kəsməyə başlayıram. Məndə elə bir ki, qənd soğuyandan sonra çox möhkəm oldu. Kəsəndə biraz çətinlik çəkdim. Amma siz biraz ocaqdan tez götürsəz, onda yumuşaq olacaq. Amma yenə də çox dadlı, gözəl alındı. Sizin də hazırlamanızı tövsiyə edirəm. Hələlik bu qədər. Sağ olun, salamat qalın.